hamiləlik qorxuludurmu? Kimyasal hamiləlik diaqnozunu ümumiyyətlə mən modern tibbin diaqnozu adlandırardım. Çünki kimyasal hamiləlik öncə HCG hormonu ilə hamiləlik nəticəsi, yəni hamiləlik olub olmadığı bilinənə qədər bu metod, yəni hormon müayinəsi yaranana qədər qadınlar tərəfindən ümumiyyətlə hiss olunmayıb. Kimyasal hamiləlik ümumiyyətlə nədir? Kiçik bir hamiləlik olur qadında, uşaqlığa düşür. Çox vaxt yanlış bilirsiniz ki, kimyasal hamiləlikdə hələ döl uşaqlığa düşməyib, yapışmayıb. Yox, belə bir şey yoxdur. Çünki HCG hormonu ifraz olunursa, yəni analiz vermisiniz, HCG yüksəkliyi varsa, deməli implantasiya var. Döl yumurtası, yəni zigot uşaqlıq divarına yapışıb və oradan HCG hormonu ifraz olunmağa başlayır. Sadəcə olaraq niyə bunu kimyasal adlandırırıq? Çünki biz onu sadəcə hormonun dəyəri ilə bilirik. Digər heç bir əlamətini, yəni ultrasəs müayinəsində görmürük, hamiləlik hissəsini görmürük. Sadəcə hormon artışını görürük və bu hormon artışından sonra da çox qısa bir müddət keçdikdən sonra həmin hormon yenidən düşməyə başlayır və qadın aybaşı görür. Yəni bu kiçik hamiləlik pozulur deyək. Amma dediyim kimi əvvəllər HCG hormonu analizi olmadığı dövrlərdə belə bir diaqnoz da olmayıb. Yəni qadınlar mümkün ki, yəni belə hamiləliklər keçiriblər, aybaşı da olublar, heç bundan xəbər də tutmayıblar. Lakin müasir dövrümüzdə biraz artıq menstrual gecikmə olan kimi hər kəs hamiləlik hormonu verir və artıq bilirlər hamiləlik var, yoxdur və belə bir diaqnoz da ortaya çıxıb kimyasal hamiləlik adında. Bu diaqnoz qorxuludurmu? Yəni bir qadının kimyasal hamiləlik keçirməsi qorxuludurmu? Əksər hallarda cavabımız budur ki, yox. Yəni bu hər bir qadının həyatında bir dəfə, iki dəfə, hətta üç dəfə də yaşana bilər. Nə zaman biz buna diqqət edirik? Əgər hamiləlik baş tutmursa uzun müddət. Məsələn, evli bir cütlükdür, 1 il, 2 il, 3 il cinsəl həyat yaşayırlar, hamiləlik baş tutmur və yaxud da illərlə hamiləlik baş tutmur. Və bu müddətlərdə də müəyyən aybaşı gecikmələri olur, hamiləlik hormonu verilir və müşahidə olunur ki, hamiləlik hormonunda artış var, kiçik bir hamiləlik var, amma sonra yenidən hamiləliklər pozulur. Yəni ardıcıl olaraq qadın kimyasal hamiləlik keçirir. Bəli, bax bu zaman artıq biz bu məsələni diqqət mərkəzinə alırıq ki, nəyə görə təkrari kimyasal hamiləliklər baş verir. Bu yumurta keyfiyyətindən də qaynaqlana bilər, sperm keyfiyyətindən də qaynaqlana bilər. Bəzən bilmədiyimiz hər hansı bir genetik qüsurlardan da qaynaqlana bilər və bu zaman artıq biz bu cütlükləri sonsuzluq kimi, sonsuz cütlər kimi dəyərləndirərək geniş müayinələrə başlayırıq. Amma bir-iki dəfə belə bir hal yaşanıbsa, çox qorxursunuz, narahat olursunuz. Özünüz də, qohumlarınız da nə olacaq, niyə belə oldu? Bir-iki dəfə yaşanan hallara görə hər hansı bir dərin araşdırmalar, müayinələr etməyə gərək yoxdur. Əksər hallarda bir-iki dəfə yaşanılan kimyasal hamiləliklərdən sonra növbəti hamiləliklər normal baş tutur və normal da inkişaf edir.